Axır vaxtlar, zamanlar Türk aktyorlarından, aktrisalardan çox danışırlar. Yəni Türkiyənin məşhur, gözəl, xarici görüşü, öz mədəniyyəti ilə, öz tərbiyəsi ilə və sairə. Yəni onlar türk deyil. Deməli, Türkiyənin ən yaxşı aktyorları, istəyər idmançısı, istəyər alimi, istəyər aktrisası türk ola bilməz. Başqa millətlərdir. Mən həmişə deyirəm, o kim ki deyir başqa millətdir, deyirəm gedin analiza irad tutun, deyin ki, ay ana, ay əxlaqsız. Mən ümumiyyətlə qadına əxlaqsız demirəm. Ancaq da indi bunlara deyirəm ki, ged anaya elə dinən, ay əxlaqsız ana, niyə gelirsən Türkün qoynunda yatırsan? Əgər biz Türk deyirsiniz və s. Türkün yaraşıqlı stilyardaları da eramızdan əvvəl olublar. Yaxşı baxın. Eramızdan əvvəl türklərin geyimi də, gözəlliyi də, rəngi də, yəni nə olur? Deməli, gürcülər, ermənilərdir bu axır vaxtlar. Bütün bizim Türkiyənin aktyorları, aktrisalarını qoyurlar, nümayiş göstərirlər ki, bu fransızdan olur, bu ermənidir, bu gürcüdür, bu farsdır, bu rusdur, bu yunandır. Yəni türk, deməli, ən yaxşı aktyorları, aktrisaları, istər nə olursa idmançısı, alimi, o türklər deyil, başqa millətdir. Ay bədbəxt, deməkdən ki, türkün genidir, bütün dünyaya verilibdir. Baxın, bu bir örnəkdir. Türkiyənin məşhur aktrisasıdır. Özü də İrəvan türklərindəndir. Görürsünüz, baxın, bu İrəvan teatrının aktrisasının qızıdır. Türkiyədə məşhur aktrisa. İrəvanlı xanımdır. İrəvanlı türk, təmiz türk, türk xanımı. İndi bunu da gözəllər, bir şey taparlar ki, yox, bu türk deyil. Bu gözəl xanımı deməli götürüb deyirlər ki, mən sizə indi etiraf edirəm. İrəvanda mən hələ öz pakırım. Ən birinci stilyaqalar 30-cu illərdə türklər olur. Bildiniz, ermənilər baxıb öyrənir. Ay bədbəxtlər. Bunlar yox, bu ermənilərdən soruşun. Ara, Ermənin xaruşinləri bilin, Aşod, Artur, Hakov, Levik, buraya qara, gecüvənləri, xaruşinləri, Ermənin xaruşinləri bilin, Oktayla, qaynıyla, demir də. Yes deyil. Mən yenə deyirəm, cəsarətiniz varsa, o uşaqlara dostlardır, çıxsınlar, qondarma dostlar deyirəm. Çıxsınlar desinlər, türklər kimlər olub İrəvan şəhərində. 50-ci iləcən gələnləri deyirəm, 50-ci ilə o kimlər varsa qalıblar, çıxsınlar desinlər ki, Oktay nağıl danışır. Erməni xaruşiner, Moraçeli qara, Levi Qurdes, Merriles, Aşod, Hakov, Merrili qara. İrəvanın xaruşinləri. Çıxıb deyərlər kimik biz. Mən hər dəfə deyirəm onlara, 50-ci iləcən ermənilər varsa, çıxsın desin Oktay nağıl danışır, yalan danışır və s. İndi düzdür, onların cəsarəti də yoxdur. Düzünü danışsa bunu ermənilər öldürər birinci. Amma bir yalanlar çıxsın, söysünlər, desinlər ki, bu Oktay yalancıdır, bir şey danışır da. Desinlər biz kimik. Miroş yadınızdadır, Miroşdur, Əlidir, Kamildir, Tofiqdir, Nərimandır, Həsəndir, Sabirdir. Naftarıcı uşaqlardır, ermənilər gəlib deyirlər ki, indi hamı lotudur. Deyərlər, bax kimlərdir stilyaqalar. Beləki xanımlar olur. Mənə göstərmirəm öz valideynlərimi
kitablarda var. Valideynlərimi elə nümunədə göstərə bilərdim sizə. O kitablardadır. Bu bir. İkincisi, İrəvanda mən o 70-ci illərdə hələ 60-da 70-də harda görsən idilər. Heç nə 10 manatlıq şey alıb geyinsəydim, deyərdilər ki, bu neçə 100 manatlıq ya neçədir. Ümumiyyətlə biz həmişə yaxşı olmuşuq hər tərəfdən. Ağılda, geyimdə, düşüncədə Türklər bir nömrə. Fransızlar kiminsə yadındadır. 1600-cü illərdə İrəvanda olublar fransızlar. Deyiblər ki, Parisdə bizdə də var, amma sizinkindən yoxdur. Necə sizdə, ondan yoxdur da. Yəni və bizim sənətkarları dəvət edirdilər. Fransızlar Ludovikin vaxtında İrəvan xanlığından gəlib öyrənirdilər, dəvət edirdilər sənətkarları. Necə indi lağa qoydular, Moskva, Kreml, kutu basılır. Deyirlər, Azərbaycan meymunçuluq eləyirlər. Tutudakı Azərbaycan söz ağzımıza əyirlər. Türkün torpağında oturub ağzımıza əyir. İrəvan ermənilər oturub Türkün torpağında ağzımıza əyir. Fars oturub Türkün torpağında ağzımıza əyir. Gürcü oturub Türkün torpağında ağzımıza əyir. Rus oturub bütün Sibir, Altay, bütün Türk torpaqları, Moskvanı Türklər tikib ağzımıza əyir. Bütündəki muşça çalmışdır. Ona görə deyirəm, bu meymunları biz qədrimizi bilmədik Turanın. Biz öz qayda qanunumuzu, Türkün qayda qanununu biz bilmədik. Tanrı bizə cəza verdi. Bax, bu meymunları bizə düşman gətirdi, ətrafa yığdı. Onu bilin. Ərəb qanun qaydası varsa, Turan dövləti olmayacaq. Farsın ərəblə, ermənlə oturub duran qaydası qanunla, neçə ki var onların Türk torpağında. Turan inanmıram ki ola. İndi bilirəm necə olacaq. Və heç vaxt Turan öz sözünü deyə bilməyəcək. Yəni, haçan Türk öz qayda qanunu ilə olsa, Türkün eradan əvvəl qayda qanunu gəlsə, insan qayda qanunu, insan, haqq, ədaləti gəlsə, yəni burada da gəlsə deyirəm, yəni çıxartsa, göstərsə Avropaya, dünyaya, onda düzələcək. Onda hamı bizlə oturub duracaq, hamı bizim sözümüzlə oturub duracaq, hamı bizi eşidəcək. Niyə? Düzü bizik. Amma bugün Tanrı bizə imkan vermir. Bax, bunları düşmanları yığıb ətrafımıza, Rusudur, Farsı, Gürcü, Ermənidir, Ərəbidir ətrafa. Türk'ün problem yaranıb ona görə ki, biz getdik Ərəbin qayda qanununa. Ərəbi cəzalandırıb Tanrı, biz gedib onun kişi. Ona görə bu Turan necə olsun? Necə olsun? Onun qaydası ilə oturub duranın Turan olar. Ona görə bax, bu gözəl xalq, Türk xalqı eramızdan əvvəl olandır və hamı bizdən gəlib öyrənib. Geyimi də. Yenə də birinci stilyaqalar İrəvanda Türklər idi. Ruslar da nümunə göstərdi. Ruslar gəlmişlər, öyrənmişlər Türkdən. Bax, bu həmin Ruslar. Göstərdim ermənidir. Bu 1902-ci ildə Ruslar Bakı şəhərinin süpürgəçiləridirlər. Təmizliyi, səliqəni öyrədirdilər. Türklər Bakıda öyrədirdi Rusları. Bax, bunlar. Gösterbaydır deyir pul kazanırlar onlar. İndi bizim Azərbaycanlar deyil, biz geri orada kazanırıq. Bu da ermənidir. Cındırlar, tuvalet rəssamları da tuvaletdə şəkil çəkirlər, bilirsiniz də. Bunlar da gəlib bizdə kazanırdı. İndi biz də onlarda kazanırıq. Burada nə var? Üzümüzə vururlar ki, gedib Rusiyada kazanırıq, belə elə. Onlar da bizdə kazanırdı 100 il qabaq. Yani
Onu bilin. Bax bu İrəvan Türk xanımıdır. Bu bir örnəkdir Türkiyənin aktrisası. Ona görə Türkiyənin ən gözəl aktrisası, aktyorları da türklərdirlər. İndi kiminsə anası nə oldu, atası nə oldu? Hamısı türkdür və türkdən əmələ gələndirlər. Kimsə özünü türk bilmirsə, getsin anasına irad tutsun. Yəni türkün genindən hamısı eləyir. Türk yaraşıqlı da, səliqə də türkdə olubdur. Gözəlliyi də türkdə olubdur, geyimi də, hər şeyi də. Sadəcə ərəblə oturub durmuşuq. Ona görə də bizi bu günə qoyublar. Ərəb qayda qanun neçə ki var, əlbəttə bizi aşağılayacaqlar. Yəni onu bilin. Neçə ki ərəb qayda qanunla oturub durur, bizi aşağılayacaqlar. Türkün özününki qayıtmalıdır. Öz qayda qanunlarıyla oturub durmalıdır. Vəssalam dədə babamızın. Bax bu qədər.